Salam müəllimlər, bugünkü mövzumuz qapı kilidlərinin növləri, quruluşu və quraşdırılmasıdır. Qapılar kilidlər vasitəsilə bağlanır. Kilidlərin 3 növü var: üstdən qoyulma, taxma və asma kilidlər. Kilidləri bir-birindən fərqləndirən əsas cəhətləri onların gizlilik mexanizminin növünün müxtəlif olması və onun quraşdırma üsulunun da fərqli olmasıdır. Hər bir kilid gövdədən, siyirmədən, məxfilik mexanizmindən, onun təkrar olunmazlığından ibarətdir. Biz verilən bu meyarlar əsasında kilidlərin etibarlılığını və keyfiyyətini müəyyənləşdirə bilirik. Taxta qapılar üçün üstənqoyulma kiliddən istifadə etmək tövsiyə olunur. Üstənqoyulma kilid gövdədən, silindrik mexanizmindən, halqadan, dildən, kilidləmə tamasasından, daha sonra bərkidici lövhələrdən, siyirmə və rəzədən ibarətdir. Üstdən qoyulma kilidi quraşdırmaq üçün əvvəlcə qapı dirəyində döşəmədən təxminən 1,2 metr hündürlükdə kilidin yerini müəyyənləşdirib karandaşla bərkidici lövhə üçün ovun yerini nişanlayırıq. Baxın, bərkidici lövhə üçün ovun yerini nişanlayırıq. Daha sonra novu elə dərinlikdə kəsiririk ki, bərkidici lövhə qapının dirəyində eyni səviyyədə olsun. Dirəklə eyni səviyyədə olsun. Sonra isə qapıda iki tərəfə açıq dəlik açırıq. İki tərəfə açıq dəlik dedik ki, detal boyu açılan deşikdir. Dəliyin diametri silindrik mexanizminin ölçülərindən 1-2 milli enli olmalıdır. Yəni silindrik mexanizmin ölçülərindən 1-2 milli enli olmalıdır ki, biz onu mexanizmi rahat orada yerləşdirək. Mexanizmi həmin dəriyə yerləşdirdikdə kilidi qapının gövdəsinə möhkəm sıxırıq. Daha sonra 2 qısa şurupla qapının yan hissəsinə, 2 uzun şurupla isə qapı lövhəsinə perpendikulyar şəkildə bərkidilir. Baxın, uzun şuruplar bu hissədən, qısa şuruplar isə bu hissələrdən bərkidilir. Qapının üst tərəfindən halqanı quraşdırmaq üçün 2 qısa şurupdan istifadə edilir. Bundan sonra qapı çərçivəsində kilidləmə tamasasının yeri nişanlanır. Kilidləmə tamasasının yeri nişanlanır. Baxın, kilidləmə tamasası burada verilib. Onun yeri nişanlanır. Daha sonra kilidləmə tamasasını biz yerləşdirdikdə bərkidici lövhələri qısa şurupla kilidləmə tamasasının özünü uzun şurupla bərkidirik. Bu üstdən qoyulma kilidin quraşdırılma texnologiyasıdır. İndi isə müəllimlər biz taxma kilidin quruluşuna və quraşdırılmasına baxaq. Taxma kilidlərin quruluşu 3 hissədən ibarətdir. Kilidləmə tamasası, bərkidici lövhə və gövdə hissədən, 3 hissədən ibarətdir. Taxma kilidlərdən həm girişdə, həm daxili qapılar üçün istifadə edilə bilir. Taxma kilid qapının dirəyinə daxil edilir və dəstə ilə birləşdirilir. Bu kilidlərin quraşdırılması qapı dirəyində açılmış oyuğa quraşdırılması ilə üstdən qoyulma kilidlərdən fərqlənir. Yəni, üstdən qoyulma kilid qapının layına yerləşdirilir. Taxma kilid isə qapının dirəyində açılmış xüsusi oyuğa quraşdırılır. Taxma kilidin də əsas hissəsinin qapı dirəyinə yerləşdirilməsi onun başlıca xüsusiyyətidir. Xaricə yalnız açar yuvası, tutacaq və bərkitmə yerlərini gizlədən dekorativ panel çıxır. İstənilən qapı materialından fərqli olaraq istənilən materiallarda taxma kilidin quraşdırılma prinsipi eyni prinsip əsasında həyata keçirilir. Bir daha təkrar edirəm ki, üstdən qoyulma kilid qapının layına yerləşdirilir, taxma kilid isə qapının dirəyində açılmış xüsusi oyuğa quraşdırılır. İndi isə müəllimlər asma kilidə baxaq. Asma kilidlər daha geniş yayılmış kilidlərdir. Yəni, asma kilidlərin quraşdırılması, ondan istismarı asan olduğu ilə əlaqədar, ondan hər yerdə demək olar ki, biz istifadə edə bilirik. Bütün asma kilidlərin quruluşu eyni quruluşa malikdir. Bütün asma kilidlərin quruluşu
eyni quruluşa malikdir. Eyni quruluşda onları görə bilirik. Asma kilidlər 3 elementdən gövdə hissəsindən, daha sonra gizli mexanizmlə bağlayıcı elementi olan qövsdən ibarətdir. Gövdə kilidin əsasını təşkil edir. Yəni asma kilidin əsasını hansı hissəsi təşkil edir deyə bizdən sual olunsa, gövdə kilidin əsasını təşkil edir. Gövdə hissəsi kilidin əsasını təşkil edir. Gövdədə məxfilik mexanizmi yerləşir və qövs bərkidilir. Yəni gövdə, qövs. Daha sonra gövdə məxfilik mexanizmin və qövsün davamlı olaraq bağlanma elementlərinin bir hissəsinin qorunması rolunu oynayır. Gövdə məxfilik mexanizmin və qövsün davamı olaraq bağlanma elementlərinin bir hissəsinin qorunması rolunu da oynayır. Məxfilik mexanizmi isə kilidin əsas hissəsidir. Baxın, kilidin əsasını təşkil edən onun gövdə hissəsidir. Məxfilik mexanizmi isə kilidin əsas hissəsidir. Yəni əsas onu bağlayan hissəsi məxfilik mexanizmidir. O kilidin qövsünün bağlı vəziyyətdə saxlanmasını təmin edir və icazəsiz açılmasının qarşısını alır. Kilidləmə elementi polad qövsdür. Onun köməyi ilə kilid bərkidilir və qapıların kilidlənməsi təmin edilir. Bir qayda olaraq qövs bəndə taxılır, bəndin daşınan və sabit elementindən yerləşdirilmiş deşiyi olur. Yəni burada onun sabitlənib yerləşdirilməsi üçün deşiyi var. Bunlar bizim kilidlərimiz oldu. Bir daha təkrar edək. Kilidlərin 3 növü oldu. Üstdən qoyulma, taxma və asma kilidlər. Üstdən qoyulma kilid qapının layına quraşdırılır. Taxma kilid isə qapının dirəyində açılmış xüsusi oyğuğa quraşdırılır. Üstdən qoyulma kilid 7 hissədən ibarətdir. Gövdə, silindrik mexanizm, halqa, kilidləmə tamasası, dil, siyirmə, bərkidici lövhə. Taxma kilid isə 3 hissədən ibarətdir. Kilidləmə tamasası, bərkidici lövhə, bir də gövdə. Asma kilidin əsasını təşkil edir dedikdə, gövdə onun əsasını təşkil edir. Əsas hissəsi isə onun məxfilik mexanizmi olan hissəsidir. Qövsdəki onun bağlanmasını, bağlı vəziyyətdə qalmasını təmin edən hissəsidir. İndi isə müəllimlər təhlükəsizlik qaydalarına baxaq. Oyub yerləşdirmə zamanı kilidin bağlayıcı mexanizminin zədələnməsindən saz olmayan alətlərdən istifadəsi səbəb ola bilər. Yəni oyuğun yerləşdirməsi zamanı kilidi hər hansı bir zədələnmə halı baş verərsə, bu saz olmayan alətlərdən istifadəsinin nəticəsində ola bilər. Oyuğun açılması üçün də bizə lazım olan iskənənin ucu iti olmalıdır. Çəkicin dəstəyi də onun başlığında möhkəm bərkidilməlidir. Daha sonra saz alətlərlə işləmək lazımdır. Bağlayıcı mexanizmin quraşdırması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulduqda, yonqarın hissə isə hər tərəfə səpələnməsi ilə bağlı ola bilər. Mexaniki elementlərin gözümüzü zədələməməsi üçün xüsusi qoruyucu eynəklə işləmək lazımdır. Bir daha təkrar edirəm, bağlayıcı mexanizmin quraşdırması zamanı zədələnmə qapı dayağının bir hissəsi oyulduqda yonqarın hissə hər tərəfə səpələnməsi ilə bağlıdır. Yəni bu hissə testlərdə qarşımıza çıxa bilər. Ona görə bu hissəni təkrar vurğuladım. Qapı kilidlərinin növləri haqqında olan izahımız bu qədər.